Barama qurdu saxlayırıq artıq 19-cu gündür. Keçən dəfəki vlogda da bildirdiyim kimi, bu dəfə sizə barama qurdu nə qədər böyük bir yer tutur və onların yerini necə dəyişirik bunu sizə göstərəcəm. Biz barama qurdu üçün 3 ədəd bu formada 4 mərtəbəli bir yer hazırlamışdıq. Amma onlar böyüdükcə daha çox yer tutduğuna görə daha böyük və geniş bir yerə köçürmək məcburiyyətində qaldıq. Hazırladığımız bu 4 mərtəbəli yerin birini tamamilə artıq qurdlardan təmizlədik. Onu da sökərək yerə yığışdırdıq ki, hərəkət etməyimiz üçün daha geniş bir yer olsun. Ümumiyyətlə bu prosesin ən çətin məqamlarından biri həm qurdların yerini dəyişmək, həm də ki, onlara gündəlik olaraq yarpaq yem toplamaqdır. Biz qurdları gördüyünüz bu formada böyük qablara doldurduq. Gördüyünüz kimi əlimizə çatan hər bir böyük qabı dəyərləndirmişik deyə bilərik. Ardınca da onları əlimizə daşıya bilməyəcəyimiz üçün traktor vasitəsilə daha böyük və geniş bir yerə apardıq. Və gəldiyimiz yerdə də 2 dənə böyük bir yer lazım oldu onları rahat şəkildə yerləşdirə bilmək üçün. Gördüyünüz kimi bu hissədə artıq müəyyən qədər barama qurdları yerləşdirmişik və hər dəfəsində də eyni qaydada barama qurdları gətirib bu formada yerləşdiririk böyük bir yerə. Burada da mən nəfəs almağa çalışıram, çünki barama qurdlarının olduğu yer həqiqətən çox pis qoxulu və eyni zamanda çox rütubətli bir yerdir. Və yadıma düşmüşkən bunu da deyim ki, barama qurdları saxlamaq üçün temperatur da önəmlidir. Nə çox isti, nə də ki çox soyuq olmamalıdır. Çünki hər iki halda barama qurdlar ölə bilər. Barama qurdları gətirmək üçün neçə dəfə yol qət etmişik, heç yadımda belə deyil, amma bunu bilirəm ki, 2 günümüzü həqiqətən də aldı. Və onlar da yerləşdikdən sonra üzərinə bolca yarpaq qoyduq ki, doyunca yeyə bilsinlər. Bu arada barama qurdumuz artıq 3-cü yuxudan oyanıb, ona görə də ona yarpaqları kəsilməmiş halda belə vermək mümkündür artıq. Və barama qurdları yatanda gördüyünüz qaydada başlarını dik formada saxlayırlar. Çox yorucu bir prosesi bacardığım qədər sizlərə də çatdırmağa çalışıram. Əgər sizə də növbəti mərhələlər maraqlıdırsa, bizləri izləməyə ala bilərsiniz. Növbəti vlogda görüşənədək.